Yoldaşlar, hər vaxtınız xeyir. Vergi imtahanı ilə bağlı məlumatlandırıcı bir video çəkmək istədim və sizin üçün çox faydalı məlumatlar bölüşəcəm. Zəhmət olmasa diqqətlə dinləyin. Deməli, bilirsiniz ki, 17 may tarixində 2025-ci ildə Naxçıvan Muxtar Respublikası üçün vergi imtahanının keçirilməsi elan olundu. Reglamentdə müəyyən dəyişikliklər var. Bunları nəzərinizə çatdıracağım az sonra. Həmişə ənənəvi olaraq 1-ci Naxçıvan Muxtar Respublikasının vergi imtahanı, daha sonra isə Bakıda təşkil edilən vergi imtahanı həyata keçirilir. İndi hal-hazırda proses olaraq Naxçıvanın imtahanı nəzərdə tutulub və Naxçıvan imtahanında müəyyən reglament dəyişiklikləri var. Məsələn, sadə bir nümunə deyim sizə, konstitusiya suallarının sayı 15-dən 20-yə qaldırılır. Dünya görüşü və tarix suallarının sayı 20 olaraq saxlanılır və mətn təhlili bölməsi 15 suallıq o bölmə tamam ləğv edilib və abstrakt məntiq 35-dən 40-a qaldırılıb və həmçinin də qrafiklərin təhlili 15-dən 20-yə qaldırılıb. Yəni qısacası bundan sonra məntiq fənni üzrə 60 sual, 40-ı abstrakt məntiq, yəni bütün məntiq proqramı, 20 dənəsi isə sırf qrafiklərin riyazi analitik təhlilinə əsaslanacaq. Yerdə qalan 40 sual isə humanitar, yəni konstitusiya və dünya görüşünü əhatə edəcək. Yoldaşlar, bu belə deyək, imtahanın Naxçıvanda keçirilməsi nəzərdə tutulur. Yəqin ki, tələbat çox olsa, Azərbaycan ərazisindən, yəni Bakı ərazisindən və digər regionlarımızdan da müraciət çox olsa, bəlkə Bakıda da təşkilatçılıq ehtimalı var, amma bu Dövlət İmtahan Mərkəzi tərəfindən təyin olunacaq, bu ayrı məsələ. Nəzərinizə bir şey çatdırım. Deməli, bu imtahanın əslində reglamentindəki cüzi dəyişiklik məncə imtahanın çətinləşməsi ilə əlaqədardır. Yəni, bu artıq düşünün 15 mətn sualı tələbələr tərəfindən 10-12 dəqiqə həll oluna bilirsə, bundan sonraki mərhələdə artıq qrafiklərin, abstrakt məntiqin artması əlavə vaxt etkisi olacaq. Bunun üçün də siz çox ciddi şəkildə hazırlaşmalısınız. Naxçıvan imtahanı üçün biz kurs olaraq nələr eləyəcəyik? Aprel ayının əvvəlindən 50-55 günlük intensiv bir, 45-50 günlük deyə intensiv bir qrupla hazırlıqlara başlayacağıq. Həmin hazırlıqlarda bütün istiqamətlər üzrə dünya görüşü, konstitusiya və məntiq üzrə dərslər təşkil ediləcək. Məntiq dərsləri proqramın tam çatdırılması üçün həftədə 2 dəfə əsas və əlavə dərslər olmaq şərti ilə aparılacaq. Abstrakt məntiqdən əlavə qrafiklərin də izahına çox ciddi yer ayrılacaq və yoldaşlar, biz kurs olaraq imtahandan 10 gün öncə, 10 gün, 8 gün, 7 gün öncə çox möhtəşəm bir sınaq təşkil etmək niyyətindəyik. Hansı ki, keçən il bizim sınavımız dillər əzbəri idi və siz bilirsiniz ki, keçən il ölkənin ən uğurlu kursu biz idik və keçən il yox, 2023-cü il, çünki keçən il imtahan olmuyor. Və bu ildə eyni dərs xətti davam etdirmək istəyirik. 131 uğurlu müdavimi müəllimi olaraq doğru strategiya qurduğumuzu və bu yolda ən uğurlu olduğumuzu düşünürəm və inşallah bu il Naxçıvan və Bakı imtahanlarında da möhtəşəm nəticələr əldə edəcəyimizi inanıram. Və Naxçıvan imtahanında bizimlə hazırlaşan tələbələr, əgər imtahan üzrə ən yüksək bal toplasalar, onlara kursumuz tərəfindən 2000 manat mükafat təyin olunacaq. Həmçinin məntiq üzrə ya ən maksimal nəticə göstərən, ya da ölkə üzrə ən yüksək nəticə göstərən şagird də eyni qayda ilə 1000 manat mükafatla mükafatlandırılacaq. Və yoldaşlar, biz bu imtahanla bağlı abstrakt məntiqdən və qrafiklərdən, həmçinin özü hazırlaşanlarla dəstək olmaq məqsədi ilə YouTube-a tez-tez video formatlı çəkilişlər qoyacağıq. Siz onları izləyə biləcəksiniz. Sınavımızın elanı bu yaxınlarda təşkil olunacaq. İmtahan kağız daşıyıcılarda olacaq deyə biz də sınavımızı kağız daşıyıcılarda təşkil edəcəyik. Amma ehtimal olunur ki, Bakı imtahanı kompüterlə keçirilsin və bilirsiniz ki, yeganə kursuq ki, Dövlət İmtahan Mərkəzinin modeli əsasında bir imtahan modeli yaratmışıq. Tələbələrimizi kompüterlə imtahan edə bilirik. Yəni, sınavımız hər iki formatda olacaq. Həm kompüterlə onlayn formatda, həm də əyani şəkildə kağız daşıyıcılarda.
Bizim əməkdaşlar da sizə kömək edəcək. Birinci, siz Naxçıvan imtahanı üçün qeydiyyatdan keçməzdən öncə sənədlərinizi təsdiqlətməlisiniz və sizdən tələb olunan sənəd siyahısını videonun altında linkini yerləşdirəcəyik və 051 548 2529 nömrəmizə yazaraq da dəstək ala bilərsiniz. Sənədlərin siyahısı, kimlər bu imtahanda iştirak edə bilər, onlar və həmçinin belə deyək, qeydiyyat nə zaman başlayır və DİM-in saytında neçə manat ödəniş ödəyib qeydiyyatdan keçəcəksiniz. Bunlar haqqında da ətraflı məlumatlar üçün 051 548 2529 nömrəmizə yaza bilərsiniz. Hazırlıqlarımız yaxın təxminən 10 gün ərzində başlayacaq. Çox belə deyək, sürətli və çox ideal formatda təşkilatçılıq edib ən yüksək nəticələri əldə edəcəyimizə inanıram. Müraciətiniz olsa buyurun suallarınızı yönəldə bilərsiniz. Sağ olun, salamat qalın.